Əlavə təhsil almaq istəyənlərin nəzərinə sənəd qəbulu başladı. İyunun 4-ü saat 15:00-dan etibarən əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilir. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Sənəd qəbulu prosesi 31 avqust 2026-cı il saat 23:59-da başa çatacaq. Təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsil alma formaları üzrə həyata keçirilir. Bundan başqa təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla hesablanır. Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.